Herkese salam. Bugün mən sizə bir-birinə çox bənzəyən, amma məna və formaca bir-birindən fərqlənən used to və to be used to ifadəsini izah edəcəm. Gəlin başlayaq. Birinci biz used to ilə tanış olacağıq. Used to özündən sonra sadə feil qəbul edir. Mənası keçmişdə etdiyimiz, lakin indi etmədiyimiz hərəkətləri bildirir. Məsələn, I used to play football every day. Mən əvvəllər hər gün futbol oynayırdım, lakin indi oynamıram. She used to live in Baku. O əvvəllər Bakıda yaşayırdı, lakin indi yaşamır. To be used to-dan sonra isə biz ya isim, ya da ki inkli feil işlədə bilərik. Mənası isə bir şeyə öyrəşmək deməkdir. Məsələn, I'm used to cold weather. Mən soyuq havaya öyrəşmişəm. Burada biz isim strukturundan istifadə etmişik. She is used to getting up early. O tez oyanma öyrəşib. Burada isə gettingdən görürük ki, inkli feil yazılıb. Yadda saxla. Deməli, bir daha təkrar edək. Used to-dan sonra sadə feil gəlir. To be used to-dan sonra isə isim və yaxud da inkli feil gəlir. Sizin üçün 2 tapşırıq qoymuşam. Şərhlərdə yazmağı unutmayın. Hələlik.